Dayanıqlı gələcəyə doğru birlikdə konsepti ilə keçirilən ikinci tədqiqat zəncirləri liderləri zirvəsinin ikinci panelində çıxış elədim. Panelin mövzusu rəqəmsal transformasiyanın tədqiqat zəncirindəki rolu ilə bağlı idi. Qeyd edə bilərəm ki, rəqəmsal transformasiya tədqiqat zəncirinin hər bir hərəkəsində çox önəmli yerə malikdir və bu artıq bir seçim deyil, zərurətdir. Belə ki, tədqiqat zəncirinin önəmi dəyişən dünyamızda çox böyük bir yerə malikdir və burada rəqəmsallaşma olmadan bu zəncirin effektiv idarə olması da qeyri-mümkündür. Buradan verilmiş mesajlara baxdıqda rəqəmsal transformasiyanın önəmini bütün spikerlər vurğuladı. Mən də xüsusilə öz çıxışımda bunun əhəmiyyəti həm özəl sektorda, həm dövlət sektorunda transformasiya nə faydaları verir sistemə, bunlarla barədə danışdım və hesab edirəm ki, burada danışılan mövzu və ötürülən mesaj ümumilikdə həm özəl, həm dövlət sektorunda işləyən əməkdaşlar üçün çox önəmli bir faydaya malik olacaqdır.